Nitrat duzlarının parçalanma qaydalarını təkrar edək. Deməli, nitrat duzlarını bilirik ki, bütün duzları suda həll olur nitrat iyonunun. Heç bir duzu çöküntü deyil. Aktiv metallar natrium, kalium, kalsium, barium, stronsiyum. Yəni, bax, bu metalların nitrat duzlarının parçalanma qaydasına baxaq. Bu metalları mən bir X metalı kimi götürsəm, onda XNO3 parçalayarıq, XNO2 üstəgəl O2 və burada oksigendən başqa digərlərinə 2 yazır. Bu bivalentli metallar nitrat duzunun parçalanması. Məsələn, bura aiddir natriumdan kalium. Bəs ikivalentlər necə parçalanacaq? XNO3 2 dəfə parçalayırıq, XNO2 2 dəfə üstəgəl O2. Yəni, duz və oksigenin alınması aktiv metallarda baş verir. Aktiv metalların nitrat duzlarının parçalanmasında. Və ikivalentli nitrat duzlarını parçalayanda əmsallaşdırmağa ehtiyac qalmır. Sadəcə fikir verdinizsə, mən buradan litiumu yazmadım. Çünki litium istisnadır, özünə orta aktiv metalların nitrat duzlarının parçalanma qaydasına uyğun aparacaq. Gəlin, baxaq görək, orta aktiv metallar hansılardır? Orta aktiv metallar magnezium, alüminium, başda litiumu da yazırıq bura, mangan, sink, xrom, dəmir və bir də passivlərdən quruluşunda bura aid. Passivlərdən mis də bura aiddir. Deməli, passivlərdən mis, aktivlərdən litium. Bu duzlar parçalandıqda, tutaq ki, bunları da X ilə işarə etsək, XNO3 parçalayırıq. Burada indi bivalentli olmadığına görə N şəklində yazacağım. X-in müvafiq oksidi X2ON, üzərinə gəl NO2, üzərinə gəl O2. Hansı metalın oksidi, məsələn, hansı metal nitrat duzu parçalanırsa, müvafiq olaraq oksidi NO2 qazı və oksigen qazı çıxacaq. Tutalım ki, alüminium nitratdır. Alüminium nitratı parçaladıqda 3 valentlidir alüminium. Alacağıq buradan alüminium 2O3, üstəgəl NO2, üstəgəl O2. Və yaxud da ki, dəmir 2 nitratı parçalayacaq. Ferrum NO3 2 dəfə. Alarıq buradan ferrum O. Çünki niyə ferrum O yazdıq? Misal üçün, dəmir burada axı 2 valentlidir. 2 dərəcəsi göstərir müsbət 2. Burada da 2 valentli oksidinə parçalanacaq. NO2 və bir də oksigenə. Burada litium da həmçinin bu cürdür. Litium NO3. Parçalayırıq. Litium 2O, üstəgəl NO2, üstəgəl O2. Diqqət edin ki, deyir, hansı metalın nitrat duzudur ki, parçalananda bir valentli oksidinə, yəni X2O tipli oksidinə çevrilir. Bu litiuma aiddir. O birlərdə axı bir valentli deyil, magnezium 2 valentlidir, alüminium 3-dür, mangan dəyişkəndir, sink 2 valentlidir, xrom 2-3 göstərir, dəmir 2-3 göstərir, quruluşun 2 göstərir. Yəni, bu istisna olaraq litium metalına aiddir. Və həmçinin misdə də müvafiq olaraq pasiv metalların istisnasıdır ki, mis 2 oksid, NO2 və oksigen qazına parçalanacaq. Bəs pasiv metallar əslində qaydası necə idi? Pasiv metalların qaydası. Mis, civə, gümüş, platin, qızıl pasiv metaldır. Mis özünü orta aktiv kimi aparır. Orada qalır bir dənə civə ilə gümüş. Platin, qızıl bilirik ki, iştirak eləmir bu reaksiyalarda. Bunların da nitrat duzları parçalandıqda müvafiq olaraq metalın özü NO2 və oksigen qazı çıxır. Görürsünüz, hamısından oksigen qazını çıxardırıq. Həmçinin gümüşdə də argentium NO3 parçalayırıq. Argentium üstəgəl NO2 üstəgəl O2. Yəni, bütün nitrat duzlarının parçalanması oksidləşmə reduksiya tiplidir, bəli. Biz bunu rahatlıqla götürəcəyik. Bütün nitrat duzlarının parçalanması oksidləşmə reduksiya tiplidir. İstisna, deməli, ammonium nitrat var ki, buradan oksigen qazı alınmır, amma bu da oksidləşmə reduksiya tiplidir. Buradan diazot, monoksid və bir də su çıxır. Su çıxardan nitrat duzunun parçalanmasına aid reaksiya budur. Yəni, nitrat duzu parçalanır, su çıxardır. Məsələn, biz belə götürək də, birdən versək ki, genetik əlaqədə XNO3 parçalayırsan,
deyir su da əmələ gəlir. Bu iki cür ola bilər. Bir amonium nitratdan, bir də HNO3-dən. Axı HNO3-ün parçalanmasında da NO2 oksigen və bir də su əmələ gəlir. Yekunda nə bildik? Deməli, aktiv metalların nitrat duzları parçalandıqda müvafiq nitrit duzu və oksigen çıxdı. Orta aktivdə metalın oksidi NO2 və oksigen çıxır. Bura aktivin litiumu və passivin misi aiddir. Və pasiv metallarda isə metalın özü NO2 və O2 çıxır. İstisna nitrat duzunun parçalanması NH4NO3-dür. Buradan diazot monoksid, üstəgəl su əmələ gəlir və su əmələ gətirən nitrat deməli həll olan maddəsinin parçalanması bir amonium nitrata aiddir, bir də nitrat turşusuna aid işığın təsiri ilə bu reaksiya parçalanacaq.